Salam əziz tələbələr, indi isə belə bir sualın izahını verəcəm sizə. Dövlət İmtahan Mərkəzinin magistratura və dövlət qulluğu imtahanlarında istifadə edə biləcəyi sual tiplərindən biridir. Diqqətli olun. Figurların birləşdirilməsi deyirik biz buna, amma şəkil ədəd əlaqələrinin içərisində olan test tipidir. Gəlin baxaq. Deməli yoldaşlar, mən burada fikir verirəm ki, K-ya 33 yazıblar. K-nın harda verildiyini görürsünüz. K-ya 33 yazılmasına səbəb özünün bucaqları, birləşdiyi figurların bucaqları və yaxud K-dan çıxan xəttlərin sayı ola bilər. Bunlarla əlaqəli test tapşırığıdır. Həmişə bu tipli testləri işləyəndə çalışın ən böyük və ən kiçiyə baxmayın. Ortancıl olanlara baxın. Yəni belə daha rahat işləmək olur testi. Məsələn, mən baxıram ki, P-nin qiyməti 40-dır. P-nin bucaqlarını sayıram. 1, 2, 3, 4 bucaq özündədir. Daha sonra birləşir elə. 1, 2, 3, 4, 5, 6 bucaq eldədir. Daha sonra T'nin heç bir bucağı yoxdur, 0'dır. M'in də 1, 2, 3, 4 bucağı var. İndi özünüz fikirləşin. Burada qayda necə ola bilər? P'nin 40 olduğunu tapmaq üçün 6 üstə gələk 4 üstə gələk 0. Yəni P'nin birləşdiyi figurların bucaqlarını cəmləyir. 10 vurur öz bucağının sayına. Yəni 4'ə. Ona görə P 40'dır. Və yaxud gəlin başqasını yoxlayaq. Bir test içərisində bütün qaydalar eyni olmalıdır. Məsələn, mən baxıram ki, N 35'dir. N'in bucaqları 1, 2, 3, 4, 5 bucaq özündədir. K-ya birləşir 3 bucaq K-dadır. T-yə birləşir 0 bucaq. M-ə birləşir 4 bucaq da M-dədir. Deməli, yenə də N'in birləşdiyi, bu dəfə biz N-i tapırıq da, N 35 verilib baxı. N'in birləşdiyi 3, 4, 0 bucaqları cəmləyir 7 alır. 7'ni vurur N'in öz bucağına, yəni 5'ə alır 35. İndi isə biz nəyi tapmalıyıq yekunda? T'ni tapmalıyıq. T'yə baxıram ki, T özü 0 bucaqlıdır. Onsuz da bunun birləşdiklərini, bucaqlarını cəmləyib 0'a vurduğumuz zaman 0 alırıq. Yəni bu misalı artıq uzatmağa ehtiyac yoxdur. Bu qədər.